Salam, gəlin bugün çox maraqlı bir mövzuya baş vuraq. Avropanın siyasi xəritəsini kökündən dəyişən bir hadisəyə. Bir vaxtlar tək bir ölkə olan Yugoslaviyanın necə olub ki, 7 müstəqil dövlətə parçalandığına. Yaxşı, gəlin birbaşa əsas sualdan başlayaq. Yəni, necə olur ki, bir bütöv ölkə dağılır və onun yerində 7 fərqli dövlət yaranır? Bu prosesin arxasındakı hekayəni anlamaq üçün gəlin əvvəlcə başlanğıc nöqtəmizə baxaq. Hər şeyin başladığı yer buraydı. Yugoslaviya Sosialist Federativ Respublikası. Təsəvvür edin, bugün tanıdığımız 7 millətin hamısı bir vaxtlar bu ad altında, tək bir bayraq altında birləşmişdi. Paytaxtı da bugünkü Serbiyanın paytaxtı Belqrad idi. Amma bu parçalanma, bilirsiniz, bir gecədə olmadı. Bu, dalğa-dalğa gələn bir proses idi. Həm də bu, sadəcə siyasi bir qərar deyildi. Bunun kökündə dərin etnik və iqtisadi gərginliklər dayanırdı. İlk böyük dəyişikliklər 1990-cı illərdə başladı və regionun xəritəsini demək olar ki, yenidən cızdı. Hadisələr sanki zəncirvari reaksiya kimi baş verdi. Hər şey 1991-ci il iyunun 25-də başladı. Sloveniya və Xorvatiya, düşünün, eyni gündə müstəqilliklərini elan etdilər. Bu, digərləri üçün də sanki bir qapı açdı və cəmi bir il ərzində daha 2 respublikada bu addımı atdı. Deməli, ilk addımı atanlardan biri Sloveniya oldu. Gəlin elə bu yeni yaranan ölkənin əsas göstəricilərinə sürətli bir nəzər salaq. Müstəqilliyini ilk elan edənlərdən olan Sloveniya, bugün 2 milyondan bir qədər çox əhalisi olan Avropa İttifaqının bir parçası kimi avro istifadə edən müasir bir ölkədir. Bax, onların bu yolu məhz 1991-ci il iyunun 25-də başladı. Və dediyim kimi, Sloveniya ilə eyni gündə, eyni tarixdə müstəqilliyini elan edən digər ölkə Xorvatiya idi. Xorvatiyanın əhalisi isə Sloveniyadan daha çoxdur, təxminən 3,8 milyon nəfər. Onlar da qonşuları kimi Avropaya inteqrasiya yolunu tutaraq avroya keçiblər. Bu rəqəmlər əslində onların Yugoslaviyadan ayrıldıqdan sonra qurduqları yeni kimliyi çox gözəl əks etdirir. Bu, ilk dalğada ortaya çıxan növbəti ölkə Şimali Makedoniyadır. Onlar bir neçə ay sonra müstəqilliklərini elan etdilər. Əhalisi təxminən Sloveniya ilə eyni ölçüdə olsa da, Şimali Makedoniyanın yolu biraz fərqlidir. Məsələn, onlar avroya keçməyiblər, öz milli valyutaları olan dinarı qoruyub saxlayıblar. Və gəldik ilk dalğadan yaranan sonuncu dövlətə, Bosniya və Hersegovina. Onların müstəqillik hekayəsi isə deməliyəm ki, bir xeyli fərqlidir. Bəlkə də Bosniya və Hersegovinanı ən yaxşı təsvir edən detal onun rəsmi dilləridir. Bir yox, iki yox, tam 3 fərqli dilin, Boşnaq, Xorvat və Serb dillərinin birgə rəsmi statusa malik olması. Bu, ölkənin nə qədər mürəkkəb və çox millətli bir quruluşa sahib olduğunun ən bariz nümunəsidir. Amma hekayə 90-cı illərdə bitmədi. Yugoslaviyanın dağılması yeni əsrə də daşındı və regionun xəritəsi dəyişməyə davam etdi. Yeni əsrin ilk müstəqil dövləti Montenegro oldu. Bu, artıq bizim zamanımıza daha yaxın, çox da uzaq olmayan bir tarixdir. Və Montenegro haqqında heyrətamiz bir fakt. Əhalisi təxminən cəmi 620 min nəfərdir. Təsəvvür edin, bu, bir çox böyük şəhərin əhalisindən belə azdır. Bu da onu Avropanın ən kiçik əhaliyə malik ölkələrindən birinə çevirir. Və Montenegro ilə bağlı daha bir qəribə maraqlı detal. Baxın, onlar Avropa İttifaqının üzvü deyillər, amma buna baxmayaraq rəsmi valyutaları avrodur. Bu, həqiqətən də olduqca unikal bir iqtisadi vəziyyətdir. Növbəti ölkə Serbiyadır və unutmayaq ki, Serbiyanın paytaxtı Belqrad həm də o böyük, dağılan Yugoslaviyanın paytaxtı idi. Serbiyanın müstəqillik tarixi kimi 2006-cı ili görmək bəlkə də sizi təəccübləndirir. Amma bunun səbəbi çox sadədir. Məhz həmin il Montenegro Serbiyadan ayrıldı və beləcə keçmiş federasiyanın son 2 üzvü də artıq rəsmən ayrı-ayrı müstəqil dövlətlərə çevrildilər. Və nəhayət bu uzun mürəkkəb parçalanma prosesindən yaranan ən son və ən yeni ölkə Kosovo. Kosovonun statusu isə bilirsiniz, biraz qarışıqdır. Məncə, mənbədən götürülən bu sitat vəziyyəti ən neytral və dəqiq şəkildə ifadə edir. Qismən tanınmış müstəqillik Serbiya ilə mübahisə davam edir. Bu da o deməkmi ki, onun beynəlxalq statusu hələ də tam həllini tapmayıb. Kosovonun rəqəmlərinə baxanda görürük ki, onlar da Montenegro kimi Avropa İttifaqı üzvü olmadan avronu mənimsəyiblər. 2008-ci ildə elan edilən müstəqilliyi ilə Kosovo bu uzun və mürəkkəb hekayənin hələlikki ən yeni səhifəsidir.
Beləliklə, bir vaxtlar vahid olan bir ölkədən başladıq, gəlib çıxdıq 7 fərqli millətə. Bu proses Balkanların yeni xəritəsini formalaşdırdı və özündən sonra həqiqətən də dərin bir miras qoydu. Və əsas məsələ budur. Bu, sadəcə xəritədəki sərhədlərin dəyişməsi deyildi. Mənbədə də vurğulandığı kimi, Yugoslaviyanın dağılması çox ciddi siyasi, etnik və hərbi münaqişələrlə müşayiət olundu və regionu tamamilə kökündən yenidən formalaşdırdı. Və mən bu izahı bir sualla bitirmək istəyirəm. Bu qədər mürəkkəb bir tarixin fonunda sizcə Balkanların bugünkü xəritəsi yekun hesab oluna bilərmi? Yoxsa bu hekayənin hələ yeni səhifələri də yazılacaq? Bu həqiqətən də adamı dərindən düşündürən bir sualdır.